Bu qarlı havada sizlərə tam asfaltın üstündə Binə qəsəbəsi 160-ın son dayanacağından cəmi bir 300 metr aralı və bu yoldan köməkçi avtobuslar da işləyir. Belə obyektdə 2 dənə obyekt, biri 15 kvadratda, biri 10 kvadratda obyektlər. Bir otaqlı ev buradadır. Bundan deni girişi var, kirayə verməyə yararlıdır. Bir 2 otaqlı da ev içəridədir. Plus da arxada da torpaq var, qaz işığı da var. Belə bir, yəni tam kiraya uyğun evdir də. Bax, buradan da girişi var. Buradan bu evə girişdir. Bu 2 otaqlı den evdir. Arxada belə hardasa bir sotdan da artıq torpaq hissəsi qalıbdır. Yəni arxada da ev tikib bunları da kirayə vermək olar. Kirayə verirsən, qabağında da 2 dənə obyektdir. Tam ideal. Bu evin daxilindən sizi tanış edirəm. Girdik, belə bir koridor hissədir. Buradan mətbəxə girişdir. Genişdir mətbəximizin ölçüləri. Bu bir otağımız və sanitar qovşağı. Qoşa daşla tikilmiş evdir dostlar. Sanitar qovşağın biraz təmiri qalıbdır. Bu bir evimiz, evi peçlə qızdırırlar. İran peçinə. Bu indi təqdimatını apardığımız evdir. Bir dənə də belə evimiz var. Buradan da giriş qoyublar. Çöl hissədən də giriş qoyublar. Yəni bunun addenlidir giriş hissəsi. Addenli bir 2 dənə evdə, bir otaq, 2 otaq kirayə. Bunu da belə girdik. Burada sanitar qovşağıdır. Gördüyünüz kimi. Bax, giriş hissəsi də buradır. Və girirsən belə bir mətbəx studiya formasında. Bir dənə də yatağımızdır. Tam kirayəyə yararlı evlərdir. 2 dənə elə bir otaqlı evin var. Kirayə verirsən 200 manatdan 400 manat. Plus da qabağında bir obyektimiz var. Bərbərxana, salon. Onlar da elə arendası. Bəs. Burada da özü üçün bir dənə ev tik. Yaşa. Tam asfaltın üstü yola yaxın. Bunun sayğacı, kontrol sayğacı, amma bu evin qaz işığı hər şeyi var. Suyu da quyu suyudur. Yerləşmə yeri də 160-ın axırında 300 metr.